Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Atam Elman Nəsirovla bağlı video müraciətim gündəmə gəldikdən sonra hər hansı dəyişiklik olmadı. Xəbər verilir ki, bu sözləri Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovun ilk nikahından olan qızı Laləzər Əliyeva Nəsirova deyib. Atam mənimlə maraqlanmadı, heç bir yardım etmədi. Bir dəfə mənim telefonun qara siyahısına çıxartdı. Əlaqə saxlamağa çalışanda yenidən bloka saldı. 26 ildir necədirsə, indi də eyni vəziyyətdir. Mənim sosial şəbəkədə olan video müraciətim boşuna getdi, deyə deputatın qızı əlavə edib. Qeyd edək ki, bir müddət öncə Laləzər Əliyeva Nəsirova sosial şəbəkədə çıxış edərək atasından geriylənmişdi.